Salam, hər birinizin yeni sınaq izah videosuna xoş gördük. İzah videomuz Güvən Nəşrləri 2026. Sınaqlar toplusu 15 sınaq toplusundan 4-cü qrupun sınaq 2-sinə baxacağıq. Deməli, sınaq 2, bir saniyə, bu bizə lazım deyil. Sınaq 2-ni açaq. Sınaq 2 burada. Bəli, sınaq 2-yə keçməmiş bir elanı diqqətinizə çatdıraq. Ümumiyyətlə, yəqin ki, hər videoda bunu demək olacaq. Avqust qruplarına qeydiyyat başlayıb. Deməli, dərslərimiz onlayn və ya əyani şəkildə keçirilir. Onlayn şəkildə Zoom üzərindən keçirilir. Hər dərsdən sonra izah videoları atılır. Həmin dərsin kaydı atılır. Xüsusi özümün hazırladığım PDF-lərdən dərsi keçirik. Yəni, əlavə kitablar, uzun-uzadı qaydalar, nəzəriyyələr oxumaq məcburiyyətində qalmırsınız. Qısa lakonik izahlar, həmçinin qısa həll yolları vaxt udmaq üçün öyrənirsiniz. Və daha ətraflı məlumat üçün 050 584 2814 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Avqust qruplarında həmçinin nisbətən münasib qiymətə qoşulmaq olur. Sonraki aylarda bu qiymət təbii ki, biraz daha baha olur. Dediyim kimi, ətraflı məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlayın, məlumat alın. Keçək testimizin izahına. 31-ci, bu sınaq 2-dir. Görə elə yazıb, mən sınaq 2 yazmayıb. Sınaq 2. Bir də əmin olaq. Bəli, sınaq 1-i izah eləmişəm. Elə olduğu kimi üstündə qalıb. Keçdik sınaq 2. 31-ci sualda A0-2 elektron verərək AM çevirmə prosesi üçün doğruları istəyir. AM-in elektron sayı A0-ın elektron sayından çoxdur deyir. Səhvdir. Çünki A0 elektron verərək AM-ə gəlir. Yəni, müsbət 2 olur. Elektron sayı təbii ki, azalacaq. A0-ın radiusu AM-in radiusundan böyükdür. Deməli, radiusu bir atom elektron verərək bir hissəci elektron verirsə, təbii ki, radiusu kiçiləcək. Yəni, A0-ın radiusu AM-dən daha böyük olacaq. Həm də 0-ın radiusu müsbətdən həmişə böyük olur. Eyni element atomlarında. Bu doğrudur. A0-ın proton sayı, bilirsiniz, yük dəyişdikdə AMP dəyişmir. AMP dəyişmir. Yəni, kütlə ədədi, neytron sayı, proton sayı dəyişməz eyni bir element atomu üçün. Ona görə bu yanlışdır. AM katyondur, bəli, müsbət 2 olacaq. Cavab 2 və 4 Y variantı. 32-ci sualda rabitənin əmələ gəlməsinə iştirak edən qeyri-hibrid orbital sayılarını verib, hibrid orbital sayıların istəyir. İndi rabitənin əmələ gəlməsinə iştirak edən qeyri-hibrid orbital sayıları nə deməkdir? Məsələn, etilenin bir molekulunda, metanın bir molekulunda və o cümlədə asetilinin bir molekulunda bir molekula görə qeyri-hibrid orbital sayılarını hesablayaq. Qeyri-hibrid orbital sayı pi rabitə görürsünüzsə, pi rabitənin 2 qatı, yəni 2p orbital, 2 plus və bir də hidrogen sayılar. Yəni 4. Yəni H plus 2p şəklində karbohidrogenlər üçün tapa bilərsiniz. H plus 2p. Birinci formula H plus 2p uygulasaq, 2, 2, 4, o da 2 vur pi, yəni 2 vur 1, 6. Burada metanda pi yoxdur, 4. H plus 2pi, 2 vur 0 şəklində. H plus 2pi desək, pi olmadığı üçün H sayını götürəcək. Asetilində 2 hidrogen var. 2 ədəd də pi var molekulda. Deməli, 2 üstə gəlsin. 2 vur 2. Bu da eləyəcək 6. Rabitənin əmələ gəlməsinə, hibrid orbital sayılarına da baxaq. Bu qeyri-hibrid bir molekulunda, baxın, bir molekulunda qeyri-hibrid və hibrid deyə bir özümdən sətirlər əlavə edeyim. Burada karbon atomları etilində sp2 hibrid vəziyyətindədir. Hərəsində 3 hibrid orbital var, 6 hibrid orbital. Metanda sp3 karbondur, 4 hibrid orbital və asetilində sp, sp, 2 bu, 2 bu, 4 hibrid orbital var. sp3 hibrid, qeyri-hibrid orbitalların sayını eyni götürdükdə hibrid orbitalların sayı müqayisəsini istəyir. Buna diqqət eləyək. 6, 4, 6. Bunları necə eyniləşdirək? Təbii ki, 12-yə gətirək. Əgər 12-yə gətirsək, birincidən 2 molekul götürməliyik. 2 molekul götürəndə hibrid orbital sayı da 2 qat artacaq. Bu 12 oldu.
İkincidən 3 molekul götürməliyik. 4-ü 3-ə vursaq 12-yə gələr. Deməli, burada hibrid orbital sayı 3 vur 4, 12 olacaq. Və üçüncüdə də 2 molekul götürməliyik ki, qeyri-hibrid orbitalların sayı bərabər olsun. Yəni 12-yə gəlsin. 6 vur 2, 12 eləyər. O zaman hibrid orbitallarda 2 vur 4 olacaq, 8 olacaq. Deməli, x y-ə bərabərdir və z-dən böyükdür. B variantı. 33. Deməli, bu və bu izotopların əmələ gətirdiyi maddə 10 qramda olan neytronların ümumi sayı. İndi H2 H2 1 izotopudur. Oksigen 16 8 izotopudur. Bu maddənin molyar kütləsi, H2-nun molyar kütləsi 2 vur 2 plus 16. Çünki hər H-ın ayrı 1-dir. Kütlədir. Bu da eləyər 20. Və neytronların sayı da, burada neytron sayı da bir molekula görə və ya 1 mola görə hesablasaq, 1 mola görə. Deməli, hər deuteriumda 1 mol, hər oksigen atomunda 8 mol neytron var. Formulda 2 hidrogen var. 2 1-in 2 plus 8 10. Deməli, biz nə tapdıq? 20 qram suda 10 mol neytron var. Bəs 10 qram suda neçə mol neytron var? Təbii ki, 2 dəfə az 5 mol neytron var. 5 molda 5 Na A variantı olacaq. 34-cü sual. Dövr sisteminin əsas yarımqrup elementi olan X xarici energetik təbəssüsündə bir tək elektron var. Bir tək elektron var. Bu hidrogende ola bilər və ya 1A qrup elementləri də ola bilər. Əsas yarımqrup. Onun baş oksidin və uçsuz hidrogenli birləşməsinin bir saniyə. Bir tək elektron deyir. Bir tək elektron. Xarici təbəssüsündə bir elektron demir. Bir tək. Bu 1A da ola bilər. Bəli, hidrogen də ola bilər. Və bir tək elektron hansı qruplarda var? 1A da var, NS1. 3A da var, 3A da var. NS üstü 2, NP üstü 1. Bu da baxın bir tək. Və 7A da var. NS üstü 2, NP üstü 5. NP üstü 5 olanda da bir tək elektron olmuş olur. 1, 2, 3, 4, 5. İndi uçucu hidrogenli birləşmə dediyi üçün hidrogen olmaz, hidrogen olmayacaq təbii ki. 1A'lar və 3A'lar. Bunlar uçucu hidrogenli birləşmə əmələ gətirmir. Amma 7A uçucu hidrogenli birləşmə əmələ gətirir. Və əslində 3A-da bor uçucu hidrogenli birləşmə əmələ gətirə bilər. Sadəcə uyğun cavab olmalıdır. 7A-nı fikirləşsək, bunların hidrogenli birləşməsi XH olurdu, bildiyiniz kimi. Və baş oksidlər isə X2O7 olurdu. Qrup qədər müsbətlik yazırdıq. Oksijeni -2 və çarpazlayırdıq bu şəkildə. Deməli, baş oksid X2O7 ola bilər. Bu da XH D variantı. Əgər bor olsa X2O3 və XH3 olmalıydı. Burada uyğun gələ bilən bir formul da var. Amma çox yəqin ki, bunlar D variantını seçiblər. Çox ehtimal ki, D seçər. Çünki inanmıram o boru ağla gələ. Sual yazan o şəkildə düşünsün, inanmıram. 35-ci suala baxaq. Deməli, bunların reaksiyaları verir. Reaksiya daxil olan mürəkkəb maddələrin mol miqdarı AB. Bunların yəni. Reaksiya tam daxil olan X-in həcmi normal şəraitdə V 4V. Reaksiyaları yazaq, əmsallaşdıraq da. F3O4 plus X2. Bu hidrogendir də bildiyiniz kimi. F plus X2O. Bura 4 atırıq, bura 4 atırıq. İndi mis oksid plus X2. Mis plus su. Yəni X2O, yəni güya bilmirik nədir. Baxın, 1 mol ilə bunların ilə həcm nisbəti, mol nisbəti kimi baxsaq, 4 mol reaksiya girir. V mol ilə A reaksiya girib deyib. A böl B nisbətini istəyirsə, A böl B nisbəti. A bərabər olar V böl 4. İndi 1 mol ilə 1 mol reaksiya girir. Bu deyir ki, 4V ilə də B reaksiya girir. B də bərabər olar 4V. İndi A böl B desək, A bölünsün B bərabərdir V böl 4 bölünsün 4V
və birinci kəsri V/4 saxlayıb tərs çevirsə 1/4V. Bunlar ixtisar gedər. Bu da bir dəqiqə 16'da 1 mi eləyər? Hə. B bərabər 4V, A bərabərdir V/4. Ha, B bölü A nisbətini istəyirmiş. Deməli 16 olacaq da tərsi. Mən A bölü B nisbətini hesabladım. Bir saniyə. B bölü A-nı hesablasaq, B bölü A bərabər olar 4V bölünsün V/4. V-lər getdi. Bu da yuxarı qalxdı. Bəli 16 eləyəcək. Bura diqqət baxmaq lazım imiş. 16 B variantı. 36-cı sualda natrium dəmir sulfat. D elementinin oksidaşma dərəcəsi. D elementi dəmirdir burada. İndi neçə olacaq oksidaşma dərəcəsi? Natrium, ferium, SO4, 2. Yoldaşlar, bu formulun doğru olması üçün burada müsbət və mənfi yüklərin miqdarı eyni olmalıdır. SO4 2 mənfidir, natrium müsbət 1'dir. Bu da X-dir. Neçə mənfi var? 4 də mənfi varsa, deməli metallar da cəmi 4 müsbət olmalıdır. Natrium 1 müsbətsə, X da müsbət 3 olacaq. A variantı. 37. 6-cı qrupun əsas yarım qrup elementləri haqqında hansı NS2MP4 yəni ifadə yanlışdır. Uçucu hidrogenin birləşmə əmələ gətirən nümayəndəsi var, bəli. H2S məsələn. Yanlış istəyir. Bu doğrudur. P elementlərdir, bəli. Qısa elektron formulu, bəli. Bütün nümayəndələrində həyəcə alma mümkündür. Bu yalandır. Yalan da səbəbi 2s2,2p4'dür. Çünki 2s2,2p4'də bir atomun həyəcəlana bilməsi üçün demişik ki, cüt elektronları və boş orbital olmalıdır. Cüt elektronları var, amma boş orbital yoxdur. 2D yoxdur. Ona görə bütün bu qrupa, yarım qrupa aid olan elementlər həyəcəlanmaz. Oksigen də bu. Oksigen həyəcəlanmır. Dövr sistemi yuxarıdan aşağıya doğru getdikcə radius artır. Bu bütün yarım qruplarda eynidir. Bu doğru fikirdir. Yəni bizə yanlış istədiyi üçün cavab D. 38'e baxırıq. Qarşıdakı qazlar 1 mol S2H4, 1 mol X. Qarşıdakı orta molyar kütləsi havanın orta molyar kütləsinə bərabərdir. Yəni hava 29'dur. X qazını müəyyən et. Əgər qarşıdakı qazların mollar nisbəti 1:1-dirsə, M orta, yəni 29. Bu qazların ədədi ortasına bərabərdir. Yəni S2H4 tanıyırıq da 28. X-i tanımırıq, plus X böl 2. MR-lərin cəmini 2'ye bölməliyik ki, buna. Bu da eləyər, bir dəqiqədən hesablama 30 eləyir. 2 vur 29, çıx 28, bəli. X elədi 30. 30 da hesablasaz burada n olacaq. Mən əzbər bilirəm. Deməli, proton sayları fərqli, amma elektron sayları eyni. Solun yarısı, bir saniyə. Katyon anion söhbəti. Əgər Y-in proton sayı elektrona bərabərsə, bu atomdur. Və X-da bu yuxarı getdikcə artır da. X proton sayı elektrondan çoxdursa bu katyondur. Amma Z Y-dən kiçikdir. Demək proton sayı azdırsa bu aniondur. Kat, atom, anion. Bir dəqiqə. Belə deyilmiş. Yəni o cür orada verməyib. Yuxarıda anion. Anionumuz C, katyonumuz A. CAB. D variantı. 40-cı sual. H2S birləşməsində atomlar bir-biri ilə birləşir. Təbii ki, polyar kovalent rabitə vasitəsi. Qeyri-polyar molekulları müəyyən edin. Baxın, əgər bir molekul bəsit maddədirsə, bu qeyri-polyar molekuldur. Bunu qoyduq qırağa. Qeyri-polyar molekul. Əgər elementlər 2 atomludur və elementlər fərqlidirsə, həmişə polyardır. Həmişə polyardır. Qaldı belə indekslərin cəmi 2-dən çox olanlar. Belə eybəcər bir şeylər. Burada mərkəz atoma baxın. Mərkəz atomun valentliyi, maksimum valentliyi eyni element atomlarına qarşı işlənirsə, bu qeyri-polyar olacaq. Yox, əgər mərkəz atomun maksimum valentlikdə deyilsə və ya maksimum valentlikdədirsə, eyni element atomları ilə birləşməyibsə, o zaman polyar olacaq. Məsələn, suya baxaq. Suda oksigen mərkəz atomdur. Mərkəz atomumuz 2 valentlidir, amma bu ki, suyun oksigenin 3 valentli olan birləşməsi də var. Yəni, su molekulu qeyri-simmetrikdir, yəni polyardır.
SO3. SO3 də kükürt mərkəzi atomdur və maksimum oksidaşma dərəcəni, maksimum valentli eyni atoma, yəni oksigenə qarşı göstərib. Deməli, qeyri-polyardır. H-xlor polyar demişdik, N2 qeyri-polyar demişdik. Plus yazın bura. CH4. CH4-də mərkəz atom karbon maksimum valentlikdədir, yəni 4 valentlidir və 4 valentlidir hamısında hidrogenlə birləşməyə sərf edir. Deməli, qeyri-polyar, simmetrik. CH3 xlordur. Karbon təbii ki, üzvü birləşmədə 4 valentlidir, amma 4 valentin 3-ünü hidrogenə, birini xlora sərf edib. Demək ki, mərkəz atom maks valentli olsa da, eyni element atomlarına qarşı birləşməyib. Ona görə bu polyar olacaq. 2, 4, 5. Təbii ki, bu qaydanı siz hardan oxuya bilərdiniz? Bizim nəzəriyyədən atom həyəcanlanma, molekul polyarlığı, burada. Baxın, molekul polyarlığına aid bizim qaydalarımız var. Buradan oxuya bilərsiniz. Keçin növbəti suala. Kükürt atomu maksimum həyəcanlanmış halda neçə orbitalı elektron saxlayır? Maksimum həyəcanlanmış halda. O zaman kükürdün ən əvvəldən yazmalıyıq. S16. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 4, 3d üstü 0. Bunun normalıdır. Bu həyəcanlansa, baxın, buradakı göstərim. Bir, 2, 3, 4, 5. Cütlər hamısı, bax, burada 3p4-də bir cüt var. O D-yə keçəcək, 3 qalacaq. S-də bir cüt var. O da 1-in D-yə keçəcək. Bu 2 olacaq. Bax, belə. P-lər maksimum həyəcanlanmada P, xarici təbəqənin S-i də, P-si də tək olmalıdır. D-si də tək olmalıdır. İndi bu şəkildə. Deməli, 1, 2, 3, 4, 5, 6 dənə orbitalında elektron var xaricdə. Plus 6 orbital. Qaldı bura. Burada necə eləyə bilərsiniz? Baxın, burada 10 elektron var. 10 elektron, indi bura cütdür də. Bura tam cütlənmiş şəkildədir. 10 elektron da burada 5 orbitala yerləşmiş olacaq. İstəyirsiniz, xana çəkib göstərə bilərsiniz. S-də 1 xana, S-də 1 xana, P-də də 3 xana deyil. 1, 2, 3, 4, 5 xanada elektronlar var. Burada yerləşdirib də görə bilərsiniz. Və yaxud da mənim kimi 10 elektron, hamısı cüt şəkildədirsə, 5 orbitala yerləşmiş olacaq. 5 plus 6 da 11 Y variantı olacaq. 43-cü suala baxırıq. 43-cü sualda bizdən nə istəyir? Normal şəraitdə bu qazların mol cəmini istəyir. Deməli, bu həcmlər cəmini istəyir. Mola gətirək də. Mola gətir, mol cəmlə. Bu eləyir yarım mol, 0,5 mol. 1,5 mol özü verib. 56 qram azot da, azot N2 28-ə bölsə 2 mol. 2 mol, o da 2 mol, 4 mol. 4-ü də normal şəraitdə üçün 22,4-ə vursaq 89,6 litr olacaq. 44-cü sual. X və Y elementlərindən alınan iki fərqli birləşmədəki elementlərin kütlələri qrafikdə verilmişdir. Birinci birləşmənin formulu X3Y olarsa, ikinci formulu. Bu tip suallarda həmişə və həmişə demişəm ki, 1x və 1y nəyə bərabərdir, onu tapın. Əgər birinci birləşmə, baxın, kəsişməyə baxırıq, x-in kütləsi, y-in kütləsi. X3y-in içində 3 qram x və 2 qram y varsa, 3 dənə x 3 qramdırsa, 3 dənə deməyək də, 3 mol x 3 qramdırsa, 1 molu 1 qram olacaq və y-də 1 dənə 2 qram. Bir dənəsini tapdıq. Keçirik ikinci formula. Yəni, x-y yazırıq. Qrafikdə görürük, 6 verib üstünə yazırıq, 8 verib üstünə yazırıq və 1 qiymətlərini də aşağısına yazırıq. X-in biri 1-dir, y-in biri 2-dir və bölürük. 6-nı 1-ə böləndə, elədir, x6, 8-i 2-yə böləndə, y4. Bunlar ixtisar gedirmi? Gedir. x3, y2 deyirik. A variantı. 45-ci suala baxırıq. Mis 2 oksid və mis 2 oksidlə mis 2 karbonatın içində deyir cəmi 160 qram mis var. Misin ayrı 64-dür. 160-ı 64-də bölsək 2,5 mol bu mis saxlayır. 56 16-ya bölünərmi? Bir saniyə. 3,5 mol da oksigen saxlayır. Yəni bu iki maddənin cəmi içində
2,5 mol mis və 3,5 mol da oksigen var. Deməli, buna A mol, buna B mol desək, A plus B elədir 2,5 misin mol cəmi. A üstəgəl 3B-də 3,5. Sistem desək və aşağıdan yuxarı çıxsaq B 2B bərabərdir 1, B bərabərdir 0,5. Və qarşıdakı mis2 karbonatın kütləsini istəyir. Mis2 karbonatın molunu tapdıq 0,5 mol. Mis2 karbonat. Mis2 karbonatın emeri 64 üstə 60. 124'dür. 0,5 mol da 62 qram olar B variantı. 46. Maddələr verir. Molekuluna kimyəvi rabitələrin yaranmasında iştirak edən hibrid orbitalların sayını istəyir. Asetilində karbon atomları sp hibrid vəziyyətindədir. Hər karbonun 2 hibrid orbital var, cəmi 4 hibrid orbital. Amoniakda azot sp3 hibrid vəziyyətindədir. 4 hibrid orbital var, amma 3-ü ilə rabitə yaradır. X plus Y cəmdə B, yəni 7 eləyəcək. Deməli, nisbi molekul kütlələri eynidir. Nisbi molekul kütlələri deyir bu arada. Baxın, bura. Bu xlorlar onsuz eynidir. Burada fərqi yaradan natrium, kalium, lityum. Natrium 23, 39, 7. Görürsünüz. Burada bunun arasında 16 fərq var. 16 fərq. Məsələn, bunun arasında 32 fərq var. Birinci lityumla natrium arasında yenə 16 fərq var. 16 fərq mənə 1 oksigen, yəni 1 mol oksigen deməkdir də, yaxşımı? Demək ki, burada emerlərin eyni olması üçün Z-in oksigen sayı daha çox olmalıdır. Çünki lityum daha azdır. Sonra ən az oksigen kaliumda olacaq. Kalium xlor OY-də olacaq. Niyə? Çünki kalium onsuz da emeri daha böyükdür. Deməli, oksigen daha az olacaq. Və natriumun oksijeni isə orta miqdarda olacaq. Deməli, ən az ən çox oksigen Z olacaq. Ən az Y, ortaya da X qoyuruq. Cavabda C variantı olacaq. Yəni hesab yazaraq da eləyə bilərsiniz. Məsələn, baxın 23 plus 35,5 35,5-i yazmayaq da, hamısında bir dənədir. 23 plus 16x bərabərdir 39 plus 16y-ə, o da bərabərdir 7 plus 16z-ə. İndi buradan bunların bərabərliyin ödənməsi üçün bu 23 plus belə deyil, 23 plus 16x-in 39 plus 16y-ə bərabər olması üçün x y-dən daha böyük olmalıdır. Çünki 39 burada 23-dən böyükdür. Riyazi olaraq. Və yaxud 39 plus 16y-in 7 plus 16z-ə bərabər olması üçün z y-dən daha böyük olmalıdır. 2 də bunlara baxa bilərik. Məsələn, bu ikisini işləsək, məsələn, 16x minus 16y bərabər olar 39-dan 16-ya. Hər tərəfi 16-ya bölsə, x minus y bərabərdir 1-ə. Yəni, x y-dən böyük, bir vahid böyük olacaq. Yəni, böyüklük bir işləyərək də onu görə bilərsiniz. 48. 5,6 litr qaz, kütləsi 11, hidrogen görə nisbi sıxlığı. Əgər bir qazın, hansısa bir qaza görə nisbi sıxlığını istəyirsə, onun molyar kütləsini tapmalıyıq. Yəni, normal şəraitdəki kütləsi. 22,4-ü də M eləyər. M 4 dəfə çox olar, yəni 44. Hidrogenə görə nisbi sıxlıq dediyi üçün A bərabərdir 44 bölü 2, yəni 22 A variantı. Elementlərin dövr sistemində dövr, yer filan verib. Deməli, sonuncu S-in qarşısı dövr idi, dövr 2. Üstlərin cəmi qrup, bəli, 5A, əsas yarım qrup, D yoxdur, çünki bu doğru. Üçüncü dövr, 6A, xeyr, 4A verib. Dördüncü dövr, 6D var, B, A verib, səhv. Dördüncü dövr, 12 olanda 2B, bəli, bu doğrudur, X və T. 50-ci sual. Qısa elektron formulu 4s2 olan A elementi. Deməli, bu 4s2-dirsə X A elementi. Bu 4-cü dövr 2A'dır. Əslində tanıyırıq hansı elementdir.
E, və bunun sıra nömrəsi 20-dir, qrupu 2A-dır və sabit müsbət 2 oksidaşma dərəcəli bir elementdir. Çünki 2A-lar hamısı müsbət 2. Oksigenlə 5/4 kütlə nisbətində birləşmə əmələ gətirir. Proton sayı da neytron sayına bərabərdir. Proton sayı bunun 20-dir. Neytron sayı da 20-dirsə, kütlədə də 40-dır. Hə? Yəni 5/4 nisbətində. Bunun 5 qramı 4 qram oksigen birləşdirirsə, 40 qramı gəlin belə bir söhbət edeyim. Əgər bu A-dırsa, oksigen bu A elementinə nəzərə, bu həmişə müsbət 2-dir. Oksigen indi burada -1-də oksidaşma dərəcə göstərə bilər. Çünki əsas yarım qrupların bu xüsusən aktiv metallarla həm də -2 ola bilər. Yəni AO və ya AO2 formulları verə bilər. AO və ya AO2 formulları. Onu bilmədiyim üçün oksigenə X deyək. Oksigen bunun indeksini isə vermir. Deməli 40 qramı 16X ilə birləşir deyə bilərik. 8 8-dən 16 getsə burada 2. Bundan da bu X bərabərdə 2 olar. Deməli bu AO2 tipli birləşmə verər. Birləşmədə oksigen oksidaşma dərəcəsi bu müsbət 2-dirsə, oksigendə -1 olur, peroksiddir demək. Sonra kalsiumda da yəni tanısaq kalsiumda daha rahat olur əslində. Elementi tanımaq bəzən bu belə eybəcər yolları getməkdən 1000 dəfə yaxşıdır. Ona görə deyirəm ki, ilk 20-25 civarında elementləri əzbər bilin. M qram neft, M qram su, M qram brom eyni növ molekulardan ibarətdir. Təbii ki, burada biz saf maddəni götürəcəyik. Müxtəlif növ atomlardan ibarətdir. Neft və su. Suyun formulu var H2O. Neft qarışıq istənilən halda, əgər neft isə karbohidrogenlər qarışıqdır. Bu müxtəlif növ atomlardan ibarət olacaq. Brom isə eyni növ atomlardan ibarətdir. Ona görə bu B bura gedəcək. Saf maddədir. Yenə də su ilə brom. Adi şərtdə mayedir hər üç. Deməli B, AC-dir. D variantı. 52. Deməli mol miqdarları 4A. Bu da A. Olsa bunlar ixtisar gedəcəklər. Yenə də nə isə yazaq. Cədvələ əsasən birləşmədə olan xlorun kütləsi bunda olan bu X-in kütləsinə bərabər. Yəni bu formulun bütün kütləsinə bərabərdir. Birləşmə 4A xlor. 4A vurulsun, xlor 35.5 bərabərdir. A vurulsun. Bu formulun bütün yəni kütləsi. Bu da CH3COO 59 edir 2-yə vursaq. 118 plus X. Yəni CH3CO 59 edir 2-yə vururuq. 118 plus da X bu bütün kütləsi. A'lar getdilər. Deməli 4 vur 35.5 çıxılsın 118 X-a bərabərdir 24. B variant. 53. Ərimə və qaynama temperaturu verib. Deməli 55 dərəcədən -5 dərəcəyə qədər azaldıqda, baxın, bura bərk idi, bura maye idi, burada qaz idi. 55 düşür qaza. -5 düşür mayeyə. Molekular hərəkət sürəti artır, yalandır. Temperatur azalırsa azalar. Məsafə azalır, bəli, daha bir yaxınlaşır. Mayeyə gəldikdə daha bir yaxınlaşır. Buxarlanma deyil, bu kondensləşmədir. Kondensləşmədir həri, sıxlıq artır, bəli. 2, 4, 5. Deməli, qarışığın tərkibi metan və etilendir. Qarışığın kütləsi 104 qramdır. Qarışığın tam yanmasına alınan maddələr bunlardır. Qarışıqlı maddələrin ümumi mol sayı A-dır. Tam yanması sərf oksigen miqdarı 12 moldur. A-nı hesablayın. Metan yansın. 2 mol CO2 ilə yanırdı. CO2 və 2H2O verirdi. C2H4 tam yandıqda 3 mol ilə yanırdı. Əzbərləmişik artıq bunları o qədər yazayız. 2 mol H2O verirdi. Qarışığın baxın 16 qram metan yansa 2 mol O2 sərf olunar.
28 qram bu yansa 3 mol O2 sərf olunur. Və qarşıdakı bu metan və etilen kütlələrin bilmiri. Birinə A mol deyək, birinə A deyilib burada. Birinə X mol deyək, birinə Y mol. X mol metan ayrı 16 olduğuna görə emeri 16X qram olar. Y mol etilen də 28Y olar. Yəni 16X-i 16 qramı 2 molla birləşirsə, reaksiya girsə 16X-i 2X mol. 28 qramı 3 mol oksigen sərf edirsə tam yanmağa 28Y-i 3Y olacaq. 16X plus 28Y götürülən ilkin karbohidrogenlərin kütlələr cəmiyyəti bu 104-ə bərabərdir. 2X plus 3Y isə sərf olunan oksigen 12-dir. Buradan aşağını 8-ə vururam. Yuxarı olduğu kimi qalsın. 16X plus 28Y bərabərdir 104. Aşağını vurdum bir həddin bərabərləşdirmək üçün. 16X plus 8 üçün 24Y bərabərdir 8 12-yə vursaq 96. Sistem yuxarıdan aşağını çıxsaq 28Y 4Y bərabərdir 8, Y bərabərdir 2. Və Y-in bu 2 qiymətini burada yerinə qoysaq 3, 2, 6, 12-dən 6 çıxdıq, 6, 2-yə böldü, X-də 3. Qarşılıqda maddələrin ümumi mol sayı birinə X, birinə Y demişdik. Cəmidə 5 mol olacaq. A bərabərdir 5. Bu başqa yolla da eləmək olardı, yəqin ki. Bəli. Aşağıda verilən rabitələrin əmələ gəlmə sxemlərində hansında CH2 xlor2 CH2 xlor2 baxın budur. Trixlor metan. Burada pirabitə yoxdur. Karbon xlor var. HH yoxdur. Xlordur bu. Yoxdur. Amma karbon H var. 2 və 5. Cavab 2 və 5 olacaq. 56. 2s üstü 2 2p üstü elektron formuna malik elementin əmələ gətirdiyi X2 tipli molekul üçün doğru. Deməli, bunun baxın. Əmələ gətirdiyi molekul deyirsə, baxın. X atomu. 3 cütləşməmiş elektron var. 2 cüt elektron var. Digər X atomu da 3 cütləşməmiş elektron, 1 cütü var. Molekul əmələ gəlirkən 1, 2, 3 dənə kovalent rabitə yaranır. Yəni X. Və yaxud bu sıra nömrə 7-də azot. Azot bu olur. NN. 3 qat rabitə. Sigma rabitə var. Pi rabitə var, hətta 2 dənə. Polyar deyil, qeyri-polyardır. Molekulda X-in valentliyi 2 yox, 3-dür. Xətti quruluşludur, bəli. 1, 2, 5. Uyğunluğu müəyyən edin. 1 mol O2 X qaz əlavonunda qaldı atomların sayı 3 dəfə artır, 4 dəfə. 3 dəfə artır o deməkdir ki, 2 mol atom olsun 3 dəfə artanda 6 mol atom. Və 2 mol atomun 6 mol atoma gəlməsi üçün 4 mol atması lazımdır. 4 mol atom atması lazımdır və əlavə olunanda 2 mol X-dir. 2 mol X-in 4 mol atom artırması üçün bu 2 atomlu nəsə olmalıdır. O2 yazıram. Yəni 2 atomlu X2 şəklində olması lazımdır. 4 mola 3 dəfə artırması üçün atomları. Bu 2 atomlu B bura gedər və Y bura gedər. İndi atomların 4 dəfə artması üçün 4 dəfə 2 atom var. 2 atomun 4 dəfə artması üçün 8 atoma gəlməlidir. 2-nin də 8-ə gəlməsi üçün 6 atom artması lazımdır. 2 mol X-da da 6 atom olması üçün bu 3 atomlu nəsə olmalıdır. 2 3-ün 6 eləyər. 3 atomlu A bura, D bura. BY, AD olacaq. Təbii ki, qabda reaksiya falan baş vermədiyin deməlidir. Situasiya. Qabda olan alüminium və kükürt qarışıqlığı qızdırdıqda baş verən reaksiya zamanı maddələrin kütlələri zamanla asılı olaraq qrafikdə göstərildiyi kimi dəyişir. Deməli, alüminium plus S reaksiyasından bildiyimiz kimi alüminium 2S3, 2 bura, 3 bura, 54 qramı 96 ilə reaksiya girir. Bu 150 olur. 150 qram bu alınır. 15 qram reaksiya girib. Biri eyni kütlədə götürülüb. Biri tam sərf olunub, biri də biraz sərf olunub. İndi baxın. Burada 15 qram almaq üçün bizə 9.6 qram kükürt, 5.4 qram alüminium lazımdır. Əgər bunları eyni kütlədə deyirsə, hər ikisi 9.6 götürülməlidir ki,
Kükürdü tam sərf olunur. Alüminiumdan da artıq qalır. Alüminiumdan nə qədər artıq qalır? 9.6 çıx 5.4 4.2. Deməli bu A 9.6 imiş. Artıq qalan da B 4.2 alüminiumdur. Deməli X1 olacaq burada. S alüminium 2S3. Görək nə istəyir. Sualın yarısı bitər. X1, X2'ye formullarını yazdı. A-B-ni tapdıq. Qrafika əsasında reaksiya sərf olunan maddələrin ümumi mol miqdarını və alınan məhsulda alüminium kütlə payını hesablayın. Bəli, deməli 9.6 qram kükürt reaksiya girir ki, bu 9.6 bölünsün 32 plus 5.4 qram alüminium reaksiya girir, 5.4 bölünsün 27. Bu mollardır və cəmləyəcək bunları. Bu 0.3 biri edir, 0.2 biri. Mollar cəmi elədi 0.5. Və alınan birləşmədə kükürdün alüminiumun deyirdi. Alüminium kütlə payını istəyir. Alüminium sülfitdə alüminium kütlə payı. Bu özü 150'dir. Soruşulan bölümü də 150'yə böləcəyik. Buradakı alüminiumun kütləsini, yəni 54. Vuracağıq 100'ə. 36%. Və sonuncu sualın da cavabı 36% oldu. Bu qədər ümid edirik faydalı olar. Növbəti izahlarda görüşərik. İzləmədə qalın. Sağ olun.